Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl sosial islahatlar çərçivəsində əhalinin həssas sosial qruplarının rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilir. Ölkə başçısı tərəfindən 30 dekabr 2025-ci il tarixində qəbul edilən dövlət rüsumu haqqında və daşınmaz əmlakın dövlət reyestri haqqında qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanunu bu islahatların davamı olaraq xüsusi əhəmiyyət kəsb edir. Qanunlara edilən dəyişikliyə əsasən müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir. Birinci növbədə Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu uğrunda mübarizə zamanı əlilliyi müəyyən edilmiş şəxslər, İkinci, 90-cı illərin 20 yanvar hadisələri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər, üçüncü qrup şəxslər hərbi vəzifələrinin icrası zamanı əlillik qazanmış vətəndaşlar və burada xüsusilə qeyd edək ki, bu siyahıda vaxtilə Çernobil Atom Elektrik Stansiyasında hərbi xidmətdə olmuş və əlillik qazanmış şəxslər də aiddir və üçüncüsü şəhid ailəsi statusu qazanmış ailələrin üzvləri. Üstəlik diqqətdə saxlanmalı bir məqam da var ki, rüsumlardan azad edilən şəxslər xidmətlərdən faydalanmaq üçün hər hansı bir sənəd təqdim etmək məcburiyyətində deyirlər. Xüsusilə vurğulamaq istəyirəm ki, sual yarana bilər. Vətəndaşlar müraciət etdikləri zaman əlilliklərini müəyyən edilməsi barədə sənəd və yaxud şəhid ailəsi olmaları barədə sənəd təqdim etməlidirlərmi? Xeyr, belə bir zərurətə ehtiyac yoxdur. Çünki biz bu belə deyək, siyahıları aparan, bu məlumatları məlumat daşıyıcılarında saxlayan dövlət qurumlarının, aidiyyatı orqanlardan bütün bu məlumatları qarşılıqlı inteqrasiya çərçivəsində elektron qaydada əldə etmişik. Artıq sistemə yerləşdirilib və vətəndaşlar sadəcə hüquq müəyyənci sənədlərlə asan xidmət mərkəzlərinin fəaliyyət göstərdiyi yerlərdə asan xidmətlərə, əgər asan xidmət mərkəzləri yoxdursa, müvafiq reyestrin ərazi idarələrinə, ərazi şöbələrinə müraciət edərək şəxsiyyətin təsdiq edən sənədlər və aidiyyatı sənədlərə müraciət etməklə rüsum ödəmədən çox asanlıqla bu xidməti əldə edə biləcəklər. Qeyd edək ki, daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 6-cı və dövlət rüsumu haqqında qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri müəyyən edilir. Bura daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin verilməsi, torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərc çəkmə işlərinin görülməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına, yüklülüyünə dair dövlət reyestrindən arayışın verilməsi, ipotekanın dövlət qeydiyyatına alınması, eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər aiddir.